Salam dəyərli izləyicilər, dəyərli Qarabağ sevərlər, sizləri sevindirən xəbəri çatdırmaq istəyirəm. Qarabağ komandası Konferans Liqasında playoff mərhələsinə yüksəldi. Belə ki, Ukrayna təmsilçisinə ilk oyunda 1-0 hesabı ilə məğlub olsa da, cavab görüşündə öz meydanında 2-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlməyi bacarıb. Onda sizin nəzərinizə çatdırım ki, qolları Jali Müəddib və Aleksey Kaşuk vurub. Beləliklə hesabda 2-1 hesabı ilə üstünlük qazanan Qarabağ növbəti mərhələyə yüksəlib. Təbriklər. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə ayda ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.